Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab sədr, hörmətli hökumət üzvləri, dəyərli millət vəkilləri. 2015-ci ilin dövlət büdcəsi ilə ciddi şəkildə mən də tanış oldum. Təbii ki, bu hökumətin hesabatı olmadığına görə hökumətin fəaliyyəti ilə bağlı fikirlərimi mart ayında deyəcəm təbii, amma indi bir sıra təkliflərimi istəyirəm bildirim və ardıcıl olaraq bu məsələlərə ona görə diqqət ayırıram ki, bu böyük bir auditoriyanı, o cümlədən seçiciləri də ciddi şəkildə narahat edir və onlar bu məsələlərin büdcədə əks olunmasını ciddi şəkildə arzuluyurlar. Birinci, ipoteka haqqında öz fikirlərimi bildirmək istəyirəm. Bayaq Milli Bankın sədrinin də çıxışından məlum oldu ki, 50 milyon manat ipotekaya pul ayrılır. Amma diqqət etsək, ipoteka ən güzəştli şərtlərlə olsa belə 50 mindən artıq demək vəsait ayrılmır və ayrılan vəsaitlər də yüksək maaşı olan təbəqəyə ayrılır. Amma əhalinin böyük bir hissəsi təbii ki, mənzil şəraiti ya olduqca pisdir, ya da ümumiyyətlə evi yoxdur və onlar ipoteka şərtlərindən yararlana bilmirlər. İpoteka şərtləri nə qədər yüngül olsa, faiz göstəriciləri nə qədər aşağı olsa da. Çünki ipotekanın özünü ödəmək üçün hətta ən aşağı faizlə ən azı 700-800 manatlıq bir iş yeri göstərməlidir və 50 mindən də yuxarı olan miqdarda vəsaiti özü ödəməlidir. 50 minə isə bugün Bakı şəhərində mənzil tapmaq o qədər də asan deyil və bunu da hər kəs bilir, hətta bir otaqlı mənzillərin qiyməti də az-çox bəllidir. Ona görə ipoteka ilə yanaşı və ipotekadan kənar bəlkə ipotekanın da müəyyən faizini azaltmaqla mən keçən dəfə də iclasların birində təklif etmişdim ki, aşağı faizlərlə gənclər, yəni faizsiz gənclər şəhərciyi tikmək lazımdır, büdcədən vəsait ayrılsın. Onsuz da ipoteka ayrılan vəsaitdən müvəkkil banklardan başqa dövlət heç bir xeyir götürmür. Ancaq müvəkkil banklar o faizləri götürürlər və o müvəkkil banklara ödənilir, dövlətə ödənilmir. Ona görə də dövlətin ayırdığı vəsaitlər hesabına gənclər şəhərciyi tikilsin və çox demirəm, ayda 160 manat bir nəfər gənc 100 kvadrat metrlik mənzilə pul ödəməklə 48-50 min manata 25 il müddətinə əldə etdiyi mənzilin pulunu ödəyir. Həm dövlət bunların həyat şəraitini yaxşılaşdırır, həm bunlara dəstək olur, həm də demək evsizlik problemini gənclər həll edirlər. Bu 160 manata faktik olaraq başa gəlir və çox istərdim ki, dövlət növbəti büdcədə bunu düşünsün və belə bir gənclik şəhərciklərinin salınması və onların məhz aylıq 160 manat kirayə haqqı ödəməklə demək gənclərə versin. Bu il ərzində, 25 il ərzində tam şəkildə dövlətin pulunu ödəyir, vəsaitini ödəyir, ona da mənzil qalır. Həm də demək burada daha yüngül şərtlər və vətəndaşların üzərinə ağır yük qoyulmur. Bu olduqca vacib məsələdir. Hökumət bu məsələni növbəti büdcə müzakirələrində nəzərə alsın.